Sabahınız xeyir olsun Ceyhun bəy. Sabahınız xeyir. Ceyhun bəy, başlayaq elə fan klubdan. Neçə ildir fan klub fəaliyyət göstərir Azərbaycanda və siz neçə ildir həmin təşkilatdasınız, belə deyək, fan klubun üzvüsünüz? Hər kəsin sabahı xeyirli olsun. Hər kəsi salamlayıram. Fan klub hardasa 2014-cü ildən fəaliyyət göstərir. Bizim sayımız hardasa bir 5-6 nəfər, belə 7 nəfərə yaxın olurdu. Biz o vaxtdan tanımaya başladıq bir-birimizi. Bəli, tanışlıqlar var idi, yəni müəyyən bir yazışmalar falan belə bir-birimizlə əlaqələr saxlayırdıq və sonradan qərara gəldik ki, bunu bir fan kluba çevirək və bir yerə toplaşıb oyunlara bir baxaq. Çox maraqlı, yəni artıq 11 ildir Chelsea fan klubu fəaliyyət. 11-12 il belə saymaq olar. Neçə üzvü var fan klubun hal-hazırda? Fan klubun hardasa 100-dən çox üzvü var. Yəni artıq fəal üzvlərdən söhbət gedir təbii ki. Real üzvü belə deyim, daimi yox, fəal üzvlər, yəni daimi olaraq görüşlərə gəlib maçları izləyən üzvlər. 20-30 stabil izləyicilər olur. Daimi oyunları gələn 20-30 nəfərə yaxın izləyicilər olur. Artıq final Avropa Liqasının finalında isə ümumiyyətlə çox idi. 150 nəfərə yaxın belə deyim pubda da baxan olmuşdu və stadiona gələn də olmuşdu. Ümumiyyətlə o həmin ərəfədə lap çox idi. Belə deyim, hazırkeşlər. Ceyhun bəy, keçək Chelsea'yə. Ümumi belə bu mövsümə kənardan bir nəzər salsaq, bir azarkeş kimi, bir fanat kimi klubunuzun nəticəsindən razısınızmı? Və nəticə hazırki vəziyyətdən söhbət gedir. İngiltərə Premier Liqasında 4-cülük və Çempionlar Liqasında vəsiqə, Konferans Liqasında final. Necədir sizcə? Başlayaq Konferans Liqasından. Konferans Liqasından məlum məsələdir ki, hamımız bilirdik ki, yəni bu Chelsea finala qədər gəlib çata bilər və rahatlıqla da gəlib çatmalıydı ora. İndi bir dənə səhv qalıb, inşallah ki, onu da belə deyim, qalib tərəf biz olarıq və finalda kubuku götürüb, ümumiyyətlə bütün ilk dəfə kubukları götürmüş bir komanda kimi də tarixə düşərik. Ümumi liqadan isə tam olaraq razı deyiləm, çünki mövsümün əvvəlində necə oynuyurdu Chelsea, sonradan düşüşlər yaşandı, zədələr və belə deyim də Mareska'nın hər dəfə heyəti dəyişməyi, belə şeylər, amillər təsir elədi komandaya. Belə şeylər var idi. Ümumiyyətlə Mareska, belə deyək də, bu cavan heyəti toplayıb, çox cavandır həqiqətən Chelsea'nin heyəti, yəni ortalama yaş, bəli. Çox gənclər və təcrübələri də azdır. Xüsusilə İngiltərə Premier Liqası kimi ağır belə çətin turnirdə məncə bu qədər gəncləşməyə tələsməməli idi komanda. Bəlkə də bu gələcəkdə müsbət yönlərini görəcəyik, müsbət tərəflərini görəcəyik. Yəni bu komanda biraz öz arasında oynadıqdan sonra, yəni oyunçular bir-birlərini tanıdıqdan sonra, heyət oturduqdan sonra bəlkə tamam başqa futbol oynayacaq Chelsea. Amma hazırda yəni Chelsea-ni biz qeyri-stabil komanda kimi izləyirik İngiltərə Premier Liqasında. Elə açığı Konferans Liqasında problemləri çox oldu. Yəni elə komandalar uduzdular ki, məsələn Londonda Jurgordona məğlub olmaqları 2-1 hesabı ilə. Bunu mən açığı heç gözləmirdim ki, Chelsea evdə 2-1 məğlub olar, kimə-kimə, yəni. Yəni həmin dövrdə belə komandanın belə deyək də, xaos vəziyyətdə idi. Yəni öz Premier Liqada da məğlubiyyətləri var idi. Ona görə də biraz təsir elədi. Həm də Mareska, əgər fikir vermişsinizsə, mövsüm ərzində Konferans Liqasına ümumiyyətlə ikinci, hətta üçüncü heyətlə çıxırdı. Koppem, belə deyim də, öz yetirmələri ilə çıxırdı Chelsea. Hardasa 16 yaş, 15 yaş və belə futbolçularla çıxırdı Konferans Liqasına. Bu şeylər də təsir ola bilər dəyişsin. Əsas oyunçuları Palmerlə Nick Jacksona da belə deyim də istirahət vermişdi. Yəni ilk dövrədə belə deyim adları siyahıda yox idi heyətdə. Deməli, son maçda, yəni Premier Liqanın son maçında heyətdə olmayan, yəni zədəli olan futbolçular var idi. Bu Fofana'dır, Kilman'dır, bu Mudrik'dir və onların iştirakı elə finalda da gözlənilmir. Düzdür, heyət Chelsea'da çox genişdir əslində, yəni kifayət qədər böyük heyəti var və mən əminəm ki, yəni oyuncu tapılacaq, yəni meydana buraxmağa.
Əsas heyət çıxacaq. Əsas heyət çıxacaq. Sadəcə olaraq Mudrikdə bildiyimiz kimi o doping məsələsinə görə, yəni mövsümün yarısı demək olar ki, getdi Mudrikin belə deyək də. Chelsea-də karyerası hələ də uğurlu alınmır. Heç cürə alınmadı. Potensiallı futbolçudur, çox güclü futbolçudur, sürətlidir. Yəni texnikası da qəşəngdir hamısı. Sadəcə olaraq belə deyək, bu insanda bəxti gətirmədi. Son oyunda da ki, Jackson'ın bir oyun qabaq aldığı qırmızı vərəq. Heç bir sadə bir vəziyyətdə dirsəyi ilə oyunçunu vurmağı çox belə komandanı geriyə salmışdı. Hətta şübhəmiz vardı ki, komanda Nottingham Forest'u məğlub edəcək, belə deyək də. Gənclərin mənfi tərəfləri bunlardır. Yəni gənc futbolçuların çox emosional olurlar. Özündən çıxır tez futbolçu, yəni gərginlik zamanı. Məhz bu finalda problemə çevrilə bilər Chelsea üçün. Yəni problem yaşaya biləcəkləri məsələlərdən biri də elə bu gənc heyətdir ki, bəziləri üçün ilk finaldır, çox belə ağır ola bilər, həyəcandan biraz əl-ayaqları əsə bilər. Yəni təbii ki, məşqçinin işi onları hazırlamaqdır finala, onlara motivasiya verməkdir, amma həyatdır. Yəni 17-18 yaşda, 16 yaşda gənc futbolçular hər an səhv edə bilərlər. Yəni bunun ehtimalı daha yüksəkdir. Real Betis haqqında nə deyə bilərsiniz? Yəni bir Chelsea azarkeşi kimi yəqin ki, müəyyən bir analiz aparmışsınız rəqib haqqında. Bəli. Real Betis də yəni Chelsea-dən fərqli olaraq belə deyim, mövsümün əvvəlində bərbad nəticələri olsa da, mövsümdən sonra bir növ Antony amili oldu. Nə qədər də bizə qəribə gəlsə də, Antony amili oldu və orada olan Isco, ümumiyyətlə məşqçinin özü də çox böyük faktordur. Pellegrini belə deyim də. Bu arada Maresca da onunla işləyib West Ham'də. Səhv eləmirəmsə 18-19-cu illərdə və futbolçu kimi də olub onda çıxış edib Maresca. Ona görə də bir-birlərinə yaxın məşqçilərdir. Ümumiyyətlə, mövsümün əvvəlində Betis, yəni dediyim kimi, yaxşı çıxış elədiyi halda, belə deyim, daha doğrusu mövsümün əvvəlində Chelsea daha yaxşı çıxış elədiyi halda, Betis mövsümün əvvəlində pis çıxış elədi. Yəni, bir tərsi oldu da. İndi Chelsea daha nəticəsində zəifləyib, Betis daha da sanki sürət yığmağı bacardı. Bəli, çünki dediyimiz kimi, onlarda da gənc, belə deyim də, futbolçular var və onların Isco çıxış eləməyi böyük bir üstünlükdir onlara. Çünki Çempionlar Liqası təcrübəsi var, finallar görüb. Yəni, belə deyim də, bir növ Real Madriddə Modric necədirsə, Isco da Real Betis'də belədir. Oyun qurucu funksiyasını yerinə yetirir. Yəni, ümumiyyətlə, Chelsea'də oyun qurucu funksiyası Enzo'nun üzərinə düşsə də və belə deyək, Palmer'in də üzərinə düşsə də. Əsasən Palmer bu işi görür Chelsea'də. Bəli, sizin dediyiniz kimi, yəni o gənc məsələsi var. Daha da 21-22 yaşlı futbolçunun oyun qurmağı ilə artısı 30-35 arası. Və bir də Real Madrid təcrübəsi keçmiş Isco'nun. Bəli, Real Madrid təcrübəsi keçmiş futbolcu hara, yəni belə deyək. Manchester City'dən gəlib bir ikinci mövsümündə bu qədər qəşəng performans göstərmək də düzdür, belə deyim. Az deyil, amma həqiqətən finalda yəni bu problemə çevrilə bilər, yaş problemə çevrilə bilər. Və son olaraq, Cəmin bəy, hesab olaraq neçə görürsünüz? Yəni, Chelsea fanatlığını qoyaq bir kənara, futbol azarkeşi kimi. Yəni, kənardan baxırsınız, Real Betis oynayır, heyət budur, Chelsea oynayır, heyət budur. Sizcə necə bitəcək qarşılaşma? Biraz çətin sualdır. Mən hesab edirəm ki, hesab bərabər də ola bilər, minimumda belə deyim, bir-birlə ekstralar, belə deyim də, uzatmalara da gedə bilər oyun. Amma mən real bir rəqəm deyim, 2-1 Chelsea'nin belə deyək də. Qələbəsini düşünürsünüz, qalib gələcəyini düşünürsünüz. Və mən də onu qeyd eləmək istəyirəm ki, Real Betis son 11 oyununda qol vurub və son 20 oyunun sadəcə ikisində qol vura bilməyib. Yəni demək olar, hər oyun Betis meydana çıxır və qol vurmağı bacarır. Və mənə elə gəlir ki, finalda da bunu bacaracaqlar. Müdafiə fonunda Chelsea, əgər belə deyim də, o iki əsas açar oyuncuları var. Onları bağlaya bilsə, yəni Chelsea nəticəsi yaxşı olacaq. Yəni qalibiyyət Chelsea tərəfdə olacaq. Çox təşəkkür. Amma belə Buyurun. Belə də böyük
bir hesablı məğlubiyyət də yəni gözləmirəm. Çünki final oyunu da hamısı ehtiyat edəcək. Belə bir ilk hissə ümumiyyətlə kəşfiyyat xarakterli olacaq 100%. İkinci hissədə ola bilsin ki, hər şey əldə olsun. Düzdür, bu finaldır. Finallarda əksər hallarda biz bu cür bu ehtiyatlı oyun izləyirik ilk hissədə və ikinci hissədə komandalar biraz artıq sürəti artırırlar. Amma hər şey ola bilər. Çünki Betisin artıq itirəcəyi bir şey yoxdur və əsas gücü Betisin hücum xəttində olduğu üçün ilk dəqiqələrdən hücuma da atıla bilərlər. Yəni açıq oyunda izləyə bilərik. Və belə olacağı təqdirdə əgər ilk qolu Betis vursa, Chelsea-yə o final təcrübəsinin az olması müəyyən problemlər yaşada bilər. Çox çətin ola bilər. Yəni mən Chelsea-nin oyunlarını bu Premier Liqada da belə görürdüm ki, hardasa məğlub olduğu vəziyyətdən qayıtmağı biraz çətin olur. Bir neçə oyunlar var idi. Tottenham'dan oyun olmuşdu ki, bir top gerideydi, sonra 3-1 belə hesabla keçmişdi. Belə olub. Çox təşəkkürlər Ceyhun bəy. Uğurlar arzu edirəm sizə və komandanıza bu axşam. Mən əminəm ki, maraqlı maç olacaq. Yəni, Konferans Liqasının finalı olsa belə, yenə də Çempionlar Liqası səviyyəsində bir final izləyəcəyik. Çox təşəkkürlər. Uğurlar. Mən də sizə təşəkkür edirəm.